Kəlbəcər məktəbinin tikintisinin bütün nəzarəti Azərbaycan Memarlıq İnşaat Universitetinin təxminən 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır və o həmin məktəbin birinci ilinin, yəni tikintisində kifayət qədər mürəkkəb, belə deyək, bir şəraitdə idi. Çünki hələ Kəlbəcərdə demək olar heç bir infrastruktur yox idi. Yəni çox o çətin şəraitdə gənc yaşına baxmayaraq kifayət qədər böyük və gözəl bir məktəbin tikintisinin bir hissəsi oldu. Hal-hazırda Memarlıq və İnşaat Universitetinin məzunları olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında çox yaxından iştirak edirlər, çox böyük ürəklə iştirak edirlər. O cümlədən də Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycan memarlarının və inşaatçılarının və bu zalda oturmuş insanların yetişdirdiyi insanların çox böyük zəhməti və əməyi var.